Bu tarixi ərazi məhv edən insanlara ancaq xalq düşməni demək olar. Binaların soyqırımını eləmək, tarixi ərazinin soyqırımını eləmək, elə onun içində yaşayan insanların soyqırımı deməkdir. Bakının Yasamal rayonu Təzəpir məscidinin ətrafında yaşayan sakinlər Bayırşəhər adlanan məhəllənin söküntüsünə etiraz edirlər. Bakının heç yerində 147 dənə balaca kvartalda tarixi abidə yerləşmir. Burada yerli əhəmiyyətli abidələr göstərilir. Eyni zamanda ölkə əhəmiyyətli abidələr var burada. Məscidlər var, kilsə var, hamamlar var. Bunlar ölkə əhəmiyyətli abidələrdir ki, toxunulmazdır. Burada bəzi küçələrdə misal üçün Tolstoy küçəsində orada 2 bina sökülüb. Sonra Vidaci küçəsində tarixi bina idi. Yəni Qəzalı altında deyiblər ki, Qəzalıdır və s. Amma onu yəni ağır texnika ilə də sökürdülər, axıra qədər sökməyiblər, qalır elə vəziyyətdə görünür ki, Qəzalı deyil. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Bakı 2040 baş planına əsasən şəhərdə 425 hektar ərazi xüsusi mühafizə zonası elan olunub. Memar Abdul Hüseynov deyir ki, Bayırşəhər ərazisi də həmin zonaya daxil edilib. Buna baxmayaraq bir çox yerli sakinlər evakuasiya bildirişləri aldıqlarını və ya evlərinin qanunsuz şəkildə sökülməyə çalışıldığını bildiriblər. Burada elə binalar var ki, onlar tarixi memarlıq abidələr reyestrində olmasa da, onların əhəmiyyəti var. Yəni elələr var ki, biz təklif etmişik ki, onları reyestra daxil etsinlər, hələ ki daxil etməyiblər, lakin buna baxmayaraq yəni əhəmiyyətli binalardır və qorunanda bu ərazi tam olaraq qorunmalıdır. Yəni tək hansısa bina ilə yox. Və baş planda o formada da nəzərdə tutulub. Yəni bu xüsusi mühafizə zonasında elə də göstərilmişdir. Bayırşəhəri Qoruyaq Təşəbbüs qrupunun rəhbəri Zahidə Əzizova deyir ki, söküntünün dayandırılması üçün Bakı şəhər icra hakimiyyətini məhkəməyə veriblər. Onlar bu qurumun söküntü barədə sərəncamını qanunsuz sayır və onun ləğvini istəyirlər. Sərəncama əsasən Azərbaycan prospekti ilə Mirzə Fətəli Axundov, Nizami küçəsi ilə də Mirzağa Əliyev küçəsi arasında qalan ərazi sökülməlidir. Təxminən 2 ay öncə sərəncamın icrasına başlanıb. Etirazlar olsa da ərazidə xeyli ev sökülüb. Məhkəmədə sərəncamı hakim istəyib, onlar gətirdiyi sərəncamda bu ərazinin sökülməsi nəzərdə tutulmuyor və bərpa işləri nəzərdə tutulur bu ərazidə. Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov isə iyul ayında Təzəpir ətrafındakı söküntünün əhatə dairəsinin genişləndirilməsi ilə bağlı yeni sərəncam imzalayıb. Bu sərəncamda Azərbaycan Dövlət Akademik Dram Teatrından Nizami metro stansiyasına qədər olan ərazinin sökülməsi nəzərdə tutulub. Söhbət Süleyman Rəhimov, Abdullah Şaiq, Əlibəy Hüseynzadə, Balababa Məcidov, Nabat Aşurbəyova küçələrinin əhatə dairəsində yerləşən ərazinin söküntüsündən gedir. İcra hakimlərinin baş planının üzərində heç bir nəzarət səlahiyyəti yoxdur. Baş planın nəzarət səlahiyyəti birbaşa Arxitektur və Şəhərsalma Komitəsinə, ondan Mədəniyyət Nazirliyinə, Turizm Agentliyinə, bir də ictimai təşkilat olsa da Memarlar İttifaqının baş planın yəni icrasını nəzarət etmək səlahiyyətinə malikdir. Bakı şəhər icra hakimiyyəti 18-ci ildə parkın davamı üçün yəni ayrılan vəsait vardı, 38 milyon. O ərazi sökülməlidir. Ondan istifadə edərək bu ərazində Sovetski adlandırıb, orada sökülmüş, dağılmış evləri arxa fonda göstərməklə bu əraziləri Şovul yuvası kimi, uçuq, dağıq evlər kimi, burada narkomanlar güya yaşayır. Belə bir adla buranı ictimaiyyətə çox Sovetskinin ən pis yeri kimi təqdim edirdilər. Zahidə Əzizovanın sözlərinə görə tarixi Bayırşəhər məhəlləsində söküntülərin dayandırılması üçün imza toplama kampaniyası keçiriblər. Mindən çox imza toplayıb hökumətə müraciət edərək evlərinin bərpasına çağırış ediblər. Bundan sonra sakinlərə köçmələri üçün psixoloji təzyiqlər etməyə başlayıblar. Dövlət adından istifadə edirdilər. Dövlət əhəmiyyətli tədbirdir, getməlisiniz, dövlətlə dövlətlik eləmək olmaz. Belə psixoloji təsir, qazınızı kəsəcək, suyunuzu, işığınızı kəsəcək, sonra ətrafdakı evləri uçuracaq, toz torpağın içində qalacaqsınız deyə təsir göstərirdilər. Bayırşəhər sakinləri müxtəlif dövlət qurumlarına şikayət məktubları göndərsə də, cavab olaraq onlara bildirilib ki, yaşadıkları küçələr söküntü planına daxil deyil.
Mədəniyyət Nazirliyi yanında mədəni irsin qorunması, inkişafı və bərpası üzrə dövlət xidmətindən isə bildirilib ki, söküntü ərazisindəki tarixi abidələr qorunacaq. Təzəpir ətrafında sökülən tikililərin yerində isə park salınacaq və mərkəzi parka birləşdiriləcək.